Müteal Allah buyurur, ya eyyühellezine amen. Ey o insanlar ki iman gətiribsiz. Kutibə aleykumus siyam. Sizə oruc yazıldı. Sizə oruc vacib oldu. Peyğəmbərimiz buyurdu, bu ayın acılığı ilə, susuzluğu ilə, qiyamətin aclığın, susuzluğun yad edin. Qiyamət səhnəsinin barəsində deyirlər, o insanlar ki, oruç tutublar dünyada, isti havalarda. O isti havalarda bədənlərinin suyu çəkilib, dodaqlarının suyu buxarlanıb, isti vurur, bədənə də su daxil olmur. Əksinə bədənin də mövcud suları buxarlanır. Deyiblər qiyamətin günü dildə başa gələcək sözdür. Onun barəsində bilirsiniz, müteal Allah o vəhşəti canlandırmaq üçün nə deyir? Dediyi sözlərdən biri budur. Yevmun yefirrul mer'u min əxi və ummihi və əbi. Qiyamətin günü bir gündür ki, o gün insanlar vəhşətdən bir-birinin əməllərinə cavabdeh olmamaq üçün kişi qardaşından, anasından və atasından belə qaçır. İnsanların bir-birindən qaçdığı gündə. O gün ki, deyirlər, insanlar acdır, susuzdur. Oruç tutanların barəsində var ki, deyir, elə o ərəsat-ı məhşərdə, o buhələrdə bunlara mələklər yaxınlaşarlar, peymanə dolusu, kasa dolusu sərin sular bunlara verərlər. Hamı orada deyir, təəccüb eləyər, o hay-hayda hamı istəyər bunların səmtinə gəlsin. Bilirsiniz, qiyamət insanlara mükafat verilən səhnədir. Qiyamətdən sonradır ki, insana behişt əhlinə behişt neməti, cəhənnəm əhlinə cəhənnəm əzabı veriləcək. Amma o buhədə, o məhkəmənin ortasında ki, görəcəklər, kimlərəsə gətiriblər peymanələrdə su uzadırlar mələklər. Hamı sual olacaq, və bizə niyə ondan vermirsiniz? Deyəcəklər, yox, hələ bölgü başlamayıb. Hələ mükafatlandırma başlamayıb. Bunların əmanətləridir, sadəcə əmanətlər geri təhvil verilir. Deyərlər, bu nə kimi əmanətdir? Bizim o əmanətdən yoxlarımız mı? Deyərlər, İndi siz özünüz bilərsiniz, bunlar bir insanlardır ki, yayın istisində oruç tuturdular. Onların dodaqlarından qalxan rütubət göylər aləmində bunlar üçün vədiyə, əmanət olaraq saxlanılmışdı. Damcı-damcı üstlərinə gələrək bu peymanələrdə saxlanıldı, indi onlara təhvil veririk.